bəxtim gətirdi. Şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Telefona da cavab vermir. Hara yoxa çıxdı bu qız? Bayaq otağındaydı axı, hara getdiyi mən görmədim axı. Yəni otaqda da yoxdursa, kimsə qaçırdıb da yəqin. Nə danışırsan sən? Heç yerdə yoxdursa, qaçırıblar. Necə yəni qaçırdıblar? Kim qaçırdı be bunu? Yəni məni qınamayın, ağlıma bir nəfər gəlir də, yəni Kim gəlir ki? bu evliliyin olmağını istəməyən biri. Kim olacaq? Ramiz. Ondan başqa heç kim ağlıma gəlmir. Ola bilər. Amma axı biz barışmışdıq. Dayan. Bəlkə bizlə oyun oynayıb yalandan, hə? Yox, mama, oyun oynamayıb. Biz həqiqətən barışmışıq. Mən Ramiz deyil. Ay qızım, bəs onda Nazlını kim qaçırtdı? Hara getdi bu qız? Hədə. Hər ehtimala zəng eləyərəm, amma Ramiz deyil. Məncə də zəng elə Sevda. Elə zəngi belə. Nə oldu? Deyirəm də, cavab da vermir. Yox, burada dayanmaqla heç nə düzələn deyil. Mən gedirəm Nazlını axtarmağa. Sevda. Əgər bu işin içindən də sənin o həyat yoldaşın Ramiz çıxsa, mən eləyəcəyim heç nəyə cavab deyiləm, yaxşı? Deyim biləsən. Yaxşı eləyəcəksən, düz eləyəcəksən. Nə oldu, nə yazıb? Al özün oxu da, gör nə yazıb. Nə yazıb ki? Yəni analizlərdən görürəm ki, belə qorxulu, təhlükəli heç nə yoxdur. Doğrudan isə. Nə bilim, mən belə başa düşdüm. Sən həkimə at da cavabları, at həkimə, həkim baxsın da. Yanımda atım da. Getdi. Bir xət düşdü axı. Bəlkə zəng eləyəsən, zəng elə dinən ki, ay doktor, day biz həyəcandan bir təhər olduq da bizə bir cavab desin. Yaxşı. İşi zad olar səni ver. Zəng elə də bundan önəmli iş ola bilməz, zəng elə. Deyən görüm. Doktor salam. Arifdir. Bu analizlərin cavabı çıxdı, doktor. Atmışam sizə, sizdə bir xətti, bilmirəm, internetiniz yoxdur deyəsən. Zəhmət olmasa bir dənə baxın. Elə danışa baxın da zəhmət olmasa. Aha. Mədə damarı, aha. Aha. Mədə damarları. Borusu. Hə. Doktor da oradan dirsəyiz. Sizə təşəkkür edirəm, doktor. Var olun. Çox sağ olun, bağışlayın da, yəni dəyərli vaxtınızı alın. Baş üstə, tabletka, narahat olun, eləyəcəm hamısını. Sağ olun, sağ olun.
Nə oldu, nə dedi? Səni ver, deyir, xərsəng yoxdur. Amma mədədən müalicə almalısan. Ya sənə çox şükür, ay Allah, çox şükür, qurban olum sənə. Arif, ürəyim elə rahat oldu, Şükür heç də yoxdur. Mən də rahatlandım, inanırsan elə bir üstümdən bir dənə ağır daş götürüldü. Elə qorxurdum ki, sənə nəsə olar, elə qorxurdum ki, o pis xəstəlikdən olar. Amma yəni bir şey də var, Allah eləməmiş, əgər o xəstəlik də olsaydı, onu da müalicə ilə sağaltmaq olar. İndi bilirsən ki, hər bir xəstəliyin əlacı çarəsi var da. Sən Öbər, sağ ol. Çox sağ ol ki, bu vəziyyətlərdə mənim yanımda oldun. Məni tək qoymadın. Mən, yəni, dərdimi, hər şeyimi sənə danışa bildim. Çox sağ ol. Sən bilirsən ki, bu həyatda mənə səndən, oğlumuzdan əziz doğma heç kimim yoxdur. Yəni, Allahıma şükür eləyirəm ki, sizlər mənim varımsınız. Mənə qalanım. Yaxşı, vaxt öldürmə burada, get. Arda sənə Nazlıdır. Niyə telefonuma zəng çatmır sənə? Qurbanım aç da bu telefonu. Hazır. Ne var? Dayalsın. Tebrik ederim. O gün olsun toya gene. Gitar azam. Ramiz, Nazlını görməm sən. Zarafat etsin evde olardı. Yıkına dönmü? Yox da qardaşım evdə yoxdur. Nazlını kimsə qaçırdı bir. Yaxşı değil mi? Zarafat etsin. Vallahi belə şeyin zarafatı olur. Kim kaçırdı o? Bilmirəm də Ramiz. Mənim sözümü səhv başa düşmə. Yəni Denən, bu sənin oyunun deyil də. Yəni bizə oyun oynamırsan Ramiz. Sənlik bir şey yoxdur ki. Ay Xaza, mənim Nazlı'la nə işim var qardaşım? Bizim məsələmiz var idi, həll elədik. İkincisi də ki, mən gedib Nazlı'ya hədiyyə almışam. Xınaya təbrikə gələm. Mənə dediyin sözə bax. Mənim Nazlı'la nə işim var qardaş? Sonra deyirsiniz Ramiz dəlidir. Ramiz bax oynaya gəlmişdim. Dediyin sözə bax. Bildim Ramiz. Həddi yox. Allah köməyin olsun. Sən mənim sözümü səhv başa düşmə qardaşım. Zarafat eləmisən. Vallahi yox. Nazlını görmədim. Dedim səndən soruşum. İndi bilmirəm hara gedim, nə Əslində edeyim. məndən şübhələnmək normaldır. İndi baxmada problemlər yaşamışam. İndi mən hara baxım, kimdən soruşum? Gedib gözlə gəlib taparıq. Bir dənə bunu qoyun versən. Qoyun sizə. Yox, gəl bir yerdə gedək. Hara gedə bilər ki? Bir dənə mətbəxi görməmişdim, onu da göstərdim sənə. Gəl, bu da sənədlər. Xeyirli uğurlu olsun. Çox sağ ol. Buralar sənə əmanətdir. Çox sağ ol Cəsər. Yəni, üzürü sayı, biz birinci dəfə birbirimizi səhv başa düşdük. Bunu bağışlayıram, sənin uşaqlığı var. Çox sağ ol qardaş. Adı da gördün də, dəyişdik, sən istədiyin kimi elədik. Gördüm, elə onu da dəyişmirsən. Valla, nə deyim bilmirəm, elə çox sağ ol ki, bizi gözlədin, nə qədər adam istədi, vermədin, elə qismət də məndəymiş. Biz də satdıq, gəldim, aldım da. Sən nəyə sevinirəm, açıqım. Buyur. Buranı məsuliyyətli işi bilən adama tapşırıram. Valla, bura illərdir sənin müştərilərin gəlib. Bundan sonra da sən də həmişə gələ bilərsən. Bura sən müştəri kimi yox ha, öz məkanı kimi. Gəl, həmişə sənin qulluğundadır məkan. Onsuz mən şot verməyəcəkdim. Yox, elə şey olar. Sağ ol, çox sağ Yaxşı, ol. xeyirli uğurlu olsun. Çox Ruzun sağ ol. bol olsun. Şükür ay Allah. Bu günlər də görərmişik. Şükür ay Allah sənə. Bura artıq mənimdir. Bura artıq mənimdir. Bacaracağam. Hər şeyin ən yaxşısını eləyəcəm. Atamı da utandırmayacağam, qardaşlarımı da utandırmayacağam. Allahım sənə çox şükürlər. Başa düşmədim, nətər yəni Nazlı yoxdur. Kim qaçırda bilər axı Nazlını? Əhməd Papçıqa ilə də Xəzərgəyə baxdarmağa. Bayaqdan hamını yığmışam, heç kim görməyib. Ay bala, Nazlını tapdınız? Yox, heç yerdə yoxdur. Hər yerə baxdıq amma tapa bilmədik. Mənə elə bax sizi. Mən hədiyyə alıb gəlmişdim təbrik eləmir.
Xəzər dedi ki, Nazlı yoxdur. Getdik bir yerdə axtardıq. Deyirəm, bəlkə nəsə almağa çıxıb, hə? Ola bilər. Yığırıq da, telefonunu açmır axı. Yox, telefonla zəng çatır ki, açsın, telefonu bağlıdır. Daha çox yığdıq, 100% götürüb söndürüblər telefonu. Hara getdi, hara yoxa çıxdı. Nazlı gəldi. Ay Allah, sənə çox şükürlər olsun. Narahat olmayın. Nazlardaydı. Yaxşıyam, narahat olmayın. Ay, Nəcəb, hardan tapdın Nazlını? Təmtimi, özünüzü itirməyin, sakitləş. Nazlı mən qaçmışdım. Mən də yolun ortasına başa düşmüşəm. Başı xarabdır da. Qara deyirəm başın xarabdır sən. Ay bala, adam da bacısını qaçır da. Zarafat elədim də. Xəzər mən dedim axırıncı dəfə bir sınayım Xəzər görüm nətərdir. Belə zarafat olur. Nəcib öldürdün bizi, bayaqdan nə günə qalmış. Halaldır Xəzər, bu sınaqdan da keçdim. Sözüm yoxdur sənə mənim. Bacımı rahatsa ürəklə verə bilərəm. Deyirəm, ailəlikcə son damla qanıma kimi istəyirsən. Hə, yaşları da. Onda başlayaq da xanamıza. Başlayaq. Nəcib, Hə, ata. deyirsən, nə işlə məşğulsan? Yes! Adam dildə danışır, köpək oğlu öz dilimizdə danışır. Nə deyirsən, nədir yes? Ata, muştuluğumu ver, universitetə qəbul olmuşam. Nə danışırsan, nə gözəl. Allah haqqı, ata özüm kodumu geriyə bilmirdim, müəllim göndərdi. Bax, Nə gözəl. universitetə qəbul olmuşam. Ya, Tali! Təbrik edirəm, Tali! təbrik. Çox sağ ol, ata. Tali, universitetə qəbul olmuşam. Təbrik elə, hə, qardaşım. Doğrudan. Allah. Təbrik edirəm. Gördün, mənim qardaşım bacaracaq da. Öldürdün məni, deyər, görürüm. Sevinç gətirir. Hayda. Qardaşım, ən yaxşı müğənni sən olacaqsan. Ən yaxşı sən oxuyacaqsan. Gördün, ata, gördün. Nəcib dedi, Gəzir qəbul olacaq. ölkələri, nəğməm dünyada. Hey! Bəh. Dünyanın xoşbəxti mənəm dünyada. Mahnı başladı. Getdik. Sevincə qarışıb. Ata, orada. Tələbəyə. Qardaşım, qəbul olur qardaşım. Qəbul olur qardaşım. Qəbul olur qardaşım. Oxşayı birdən gələrlər, üstünə çıxarlar. Haça başlayır dərslər? Sentyabrda. Hələ var, hələ var. Hə, danış görək, danış. Ətraflı danış görək. Məsələn dedim ki, sualları hazırlaş. Bir gün mənə vaxt ver. Gördün qardaşım o vaxt verdi. Gəzdik Sual dolaşdı. məsələsi deyil, səs var Gördüm. qardaşımda, səs. İstedad. Bəli. Qanar olsun vallahi. Sevindin ata. Hər biriniz xoş gəlmisiniz xanımlar. Xoş gördük sizi. Bugün bildiyimiz kimi Nazlı gəlinimizin xına məclisidir. Allah xoşbəxt eləsin deyirik. Oğlu qızda olsun deyirik. Allah bütün subay qızlarımıza belə gözəl məclisdən qismət eləsin inşallah. Amin. Xanımlar, istəyirəm qaynanamız, anamız öz xeyrini, duasını öz övladları üçün versin və sonra keçək xınamızın haqq hissəsinə. Buyurun anacığım. Ananın evlada arzusu, niyyəti nə ola bilər? Nazlı qızım, həyatda doğma anan olmasam da, çalışacağam ki, səni öz doğma balam kimi istəyim və istəyəcəm. Səni sevda balamdan ayırmayacağam. Buna sən əmin ola bilərsən ki, heç vaxt tək olmayacaqsan. Mənim göz yaşlarıma baxmayın, yəni bu sevinç göz yaşları da. Allah hər birimizə sevinç göz yaşları qismət eləsin, qızım. Allah mənə verdiyi ömür qədər, nə qədər canında can olacaq, səni öz balam kimi istəyəcəm. Sən məndən ancaq öz anandan görəcəyin sevgini, məhəbbəti görəcəksən. Bunu mən sənə söz verirəm, Nazlı qızım. Allah səni xoşbəxt eləsin, mən balam. Allah səni yarayanlardan eləsin, mən balam. Heç vaxt əskik olmayasınız. Həmişə bir yerdə olasınız, mən balam.
Amin. Allah sizə can sağlığı versin. Heç zaman böyüklükdən əksik olmayasınız. Amin. Başlayaq qızlar. Başlayaq. Mən deyəcəm, siz də Hakışdanı deyəcəksiniz. Getdik. Al almağa gəlmişik. Hakışda. Şal almağa gəlmişik. Hakışda. Oğlanın adamıyıq. Hakışda. Aparmağa gəlmişik. Hakışda. Adın mübarək olsun. Hakışda. Şalın mübarək olsun. Hakışda. Biz oğlan adamıyıq. Hakışda. Aparaq mübarək olsun. Hakışda. Su gəldi bəndə dəydi. Hakışda. Kətan kəməndə dəydi. Hakışda. Qardaşım bir yar sevir. Hakışda. Gözəlliyi aləmə dəydi. Hakışda. Aşıqdır ay aşıqdır. Hakışda. Süfrə dolu qaşıqdır. Hakışda. Neyniyək ay qaynana? Sən nə deyirsən ondan eləyək. Oğlum, gəlinə aşıqdır. Hakışda. Qırmızı başmaq yaxşıdır. Hakışda. Divardan aşmaq yaxşıdır. Hakışda. Oturmaqdan nə çıxar? Vallahi heç nə. Qoşulub qaçmaq yaxşıdır. Çox qızlar. Kim Hakışda demək istəyirsə buyursun desin. Sevda desin. Sevda deyil. De qızım, de. Ulduz dönüb ay olmaz. Hakışda. Yaz keçməsə yay olmaz. Hakışda. Könül sevən gözələ Hakışda. niyə görürmüz? Hakışda. Amin. Hər şey yaxşı olacaq. Xanımlar, indi də çiçək. Buna yaxma hissəmizə. Anacan, siz kimi məsləhət görürsünüzsə, başı bütöv, oğullu, qızdı, həmin xanımı deyin, gəlinimizin xınasını yaxsın. Hə, şükürlər olsun ki, gəlinlərimizin hamısının başı bütövdür. Şükür, çox şükür. Hə. Səni ver qızım, səni həvalə edirəm. Çox sağ ol Şahnaz xanım. Hə qızım. Quzum. Bir görüm. Mənə bax. Yaxşısan? Çox. Allah səni xoşbəxt, bəxtəvər eləsin. Amin. Yarayanlardan olasan. Amin. Bəxtəvərlərin bəxtəvəri olasan. Amin. Bu gözəl üzündəki, çöhründəki gülüş var ha. O daimi olsun. Amin. Üzün bax həmişə belə gülər olsun. Amin. Can. Qızıma xına yaraşdı ya. Mənim gözəlimə hər bir şey yaraşır. Çox şükür. Allah xoşbəxt eləsin. Amin, amin, amin. Pis gözlərdən, Can pis mənim nəzərlərdən Allah saxlasın. Allah səni xoşbəxt eləsin. Yarayanlardan olasan gözəlim. Amin inşallah. Sizin də gözünüz aydın olsun Şahnaz xanım. Hamımızın gözü aydın olsun. Hazırıq da, ha? Hə, hazırlıqda nə olub özü vəl qatmısan? Rahat ol biraz. Heç bir afisantlar da yoxdur ortada. Çoxsa bir afisantlara zəng ver, çıxsın gəlsin də, ha? Hə, yaxşı da zəng eləyərəm. Tale, narahat olmayı, vaxta var, çatacağıq. Hər şey Mən yer yığış eləyirəm, sən yeməklərlə maraqlan. Bir dənə bugünü yola verib, bir də biabır olmayaq. Hə, bir özü vəl al, deyəm çatacağıq da, narahat olma. Yaxşı. Gözüm. Yerində, yerində. Tale, Hə, səndən bir xahişim var yana. nədir? Xahişdən daha çox təklifdir. Amma utanaram deməyə. Ay qardaşım, niyə utanırsan? Sən mənim yanımdasan, mənə dəstək olan adamsan. Dilən fikri ver. Ağrı var ya. Yetər. Yaxşıyam Ayətə. Dünən də yadımdan çıxdı səhərliyim. Analizin cavabları çıxıb. Ne dedilər? Hələ ki müsbətdir deyirlər. Yaxşıdır hər şey. Şükür, şükür. Səni şad xəbər olasan. İnanırsan bu gecə səhərə qədər yatanmamışam. Bax elə ona görə demirdim də sən Ayətə, narahat olarsan. Çox şükür Allaha ki, hər şey yaxşıdır. Yəni müalicə ilə keçib gedən xəstəlikdir. Yəni o pis xəstəlikdən deyil də, müalicə ilə keçib gedəcək. Nə xəstəlik? Kimə nə olub?
Həkim Arifdə mədə xərçəngindən şübhələnmişdi. Yaxşıdır, Heç nə yaxşıdır, getdik, narahat analiz verdik. Hər şey yaxşıdır, narahat olmayın. Yaxşıdır hər şey. Yaxşıdır. Hə, qızım, yaxşı. Narahat olma. Bəs mən niyə deməmisiniz? Can bazı, sənin başına dönüm, sənin başın xeyir işə qarışıb. Mən necə narahat Ay, edeyim belə səni? şey olar. Mən üçün səndən vacib kim var ki? Sən nəsə olsa mən nə edərəm? Heç olmasa mənə deyərdiniz də. Ay sənə qurban. Sənə də uşağa görə uşaq var. Olmaz sənə həyəcanlanmaq. Ona görə də demədi, amma ki, hər şey yaxşıdır, narahat olma. Düzdür, biraz həkimə gec getmişəm Nazlı. Deyir, vaxtında gəlsəydim belə fəsadlarını görməz. Düzələcək, narahat olma. Onlar belə şeyləri məndən gizlətməyin də. Arif, sən olmasan, sizsiz mən nə edərəm? Dəqiq yaxşısan ha? Hə, qızım, qurban olum, sən narahat olma, başıma dönərəm. Bax, bir də mən söz verirəm, sizə yadınızda saxlayın. İnsanın ən böyük var dövləti onun sağlamlığıdır. Sağlamlığınızı qoruyun. Sağlamlığınızın qədrini bilin. Bir balaca nəsə hiss elədiniz, o dəqiqə həkimə gedin. Siz bir şey yadınızdan çıxartmayın ki, sizi gözləyən ailəniz var, uşaqlarınız var, doğmalarınız var. Bir şey yadınızdan çıxartmayın. Sağlam bədəndə sağlam ruh olar. Ona görə də narahat olmayın. Can bacı, sənin qurban olaram. Hər şey yaxşıdır. İndi nə edirik? Toya hazırlaşırıq. Ürək rahatlığı ilə toyumuza hazırlaşırıq. Qızımızın toyuna. İnşallah. Sən də sağ-salamat gətirəsən dünyaya. Gəlsin də, gəlsin. Gəlsin. Yaxşı dərsin. Ay qardaşım, narahat olma da deyirəm. Qurban sənə dinən, eşidirəm. Tabii, deyirəm bəlkə burada aparatur azad da var da. Canlı musiqi mən gəlim oxuyum dərsdən sonra zad. Müdiriyyətlə bəlkə bir danışasan, ha? Olar. Vallahi mən istəyirəm, elə qardaşım burada oxusun. Mən burada yeməkləri hazırlayım. Amma bilirsən də, ata ilə də məsləhət eləmək lazımdır. Bir böyük kimi baxaq, o nə deyir. Amma mən də deyəcəm ki, ataya elə gəlsin qardaşım oxusun. Eləyək də, ata onsuz da bizə həmişə düz yol göstərir. Hə, vallahi. Sən bax. Baxım da. Bax bir aparatura, bax mikrofon da var orada. Boşqab, qaşıq, vilka, çəngəl hamısı. Çağ da buradadır, stakanlar buradadır. Hazır. Bir dənə bugün yola verək, bir dənə bugün yola verək. 1, 2, 3. Salam aleyküm qardaş. Xoş gəldiniz. Xoş gəldiniz. Buranı siz götürmüsünüz? Bəli. Siz o yeməklə məşğul olan qardaşlar deyilsiniz? Sushi. Sushi. Bəli, bəli. Hə, nə yaxşı, nə yaxşı. Yemişik sushilərimizdən. Burada, hə, çox dadlı. Xoş Bizim olsun. evdəkilərin ürəyə gedir. Burada da olacaq. Burada da əlbəttə ki, burada həm Avropa mətbəxi var, həm Yapon, həm Asiya, həm İtalyan, həm Azərbaycanın gözəl yeməkləri hamısını hazırlayacağıq. Hə, əla. Bizim bu gün bir yığıncağımız olacaq. Ora bir 1000-1500 dənə sushi lazımdır. Eləyə bilərsiniz, hazırlamaq olar. Vallahi, sən neçə? 6-7. Olar, niyə olmur? Siz bir dənə zəhmət olmasa digər hansı rollardan istəyirsiniz, biz onu həmən hazırlayıq, vaxtında çatdıraq. Buyurun, gəlin oturun da, geniş məkan. Yox, mən gəlməyəcəyəm. Uşağı göndərərəm, gəlib götürər. O necə istəyirsiniz, amma bir gündə gəlin. Daha səhnəmiz də var. Gələcək, canlı musiqi davam eləyəcək də yenə. Bizim uşaqlarla ona görə yığışırıq ha bura. Gəlin. Kebablarımız da, özüm hazırlayıram kebabları. İndi onda bir dənə mən əllərimi qurulayım, gəlim danışaq, nömrələşin. Oldu, sağ ol. Eşitdin, 1500 dənə sushi. Sushiyə deyirəm, sushi aparın. Bildin, sushi sən sahəndə də, aparıcı mənəm məzdir. Yəni, inşallah təkə burada eləsinlər, hər şey olsun. Niyə olmursa, valla mən istəyirəm, sən mənim qardaşımsan. Bura bizim ailə obyektimizdir. Mən gedim o sushiləri bir öyrənim, hansılar istəyir. Kömək eləyəcəksən, amma mən 1000 dənə sushi deyir. Mən öz işimi görüm də, mən də məşğul. Yaxşı. Valla. Bir yax gördüm ha, qəşəng oxuyurdun xırda səslə. Xoş gəlmisən, ay qudam, ay qudam. Toy deyil deyəsən, başqa məclisdə. Mən nə oxuyacam o məclisdə? Mama, güzgün qoydum qapının ağzına, ehtiyatlı ol, yaxşı. Üzüklərimi ver, üzüklərimi ver. Ay, heyecandan əllərim əsir. Nə qəşəng bezənmisən, qaynana. Deyən görüm, çaşdırma məni, bunu bura, bunu da bura. Həyəcanlısan, necə olmuşam? Qəşəng. Amma Sevda, mən babuşkanı taxa bilməm, bir dənə olar mən. Gözdə, mənim yaraşıqlı qardaşım, çox xoşbəxt ol. Bizi görsənəm, düzündə. Başda kövrəlmə, ağlama ya. Hə,
oğlan anası olmaq belədir ya. Allah səni xoşbəxt eləsin. Amin. Axır ki istədiyimizə çatdıq, şükür Allaha. Şükür Allah. Siz tez hazırlaşın. Gəlin maşın gəlir. Bağladın? Düymə, bir düymə. Gizlətdim, gözlə. Ay qız, ay qız, sumkanı ver. Çantanı ver, çantanı. Gözlə. Buna bax, qoymur, biz hazırlaşaq. Baldız olmaq elə bir gün asan. Baxın, bu nədir? Söyle, necəyəm? Yaxşıyıq. Necə görürsən? Dünyanın xoşbəxti mənəm dünyada. Sizə qurban olaram mən balalarım. Yaxşı da, yaxşı. Nə oldu? Hadi, yaxşı gördüm. Maşallah. Dünyanın en güzel genli benim Nazlımdır. Nazım, çox qəşəng olmusan. Allah xoşbəxt eləsin. Utandırırsınız məni. Bak, kişilərə qoy yanmırlar. Yaman həyecanlanırlar. Ay qız, həyecanlı olarlar da. Gözümüzün ağı qarası bircə Nazlımızı ərə veririk. Çox darıxacam axı səniz. Mən də. Qonşu qalırıq da, nə vaxt darıxdınız, bir dənə xəbər eləyim, mən qaçıb gələcəm. Ha, fikir verdin. Demir ay gələrsiniz. Gələcəm. Siz də gəlin, mən də gəlin. Canım sağ ol. Çox sağ olun hər şeyə görə. Sənubə, qalstukum hardadır? Ay Sənubə. Yox, keç. Allah mübarək eləsin. Xoşbəxt olsunlar. Amin. Boşa qalsınlar. Allah xoşbəxt eləsin. Ay sən bər yaxşıyam, hər şey yaxşıdır. Əlbəttə ki, hər şey yaxşıdır. Gözəllər gözəli. Oğlan evi gəldi, hazırsınız? Heyecandan əlim əsir. Çox heyecanlı. Baxsana. İller geçti, doldu yaşa sevgimiz. Bir an bile ayrılmadı ellerimiz. Ne güzel ki her adımda ikimiz. Bir ruh olduk biz, bir ruh olduk biz iki bedende. İller geçti, doldu yaşa sevgimiz. Bir an bile ayrılmadı ellerimiz. Ne güzel ki her adımda her ikimiz. Ey bir ruh olduk biz, bir ruh olduk biz iki bedende. Var ol hayatımda, bir an bile benden uzaklarda kalma. En değerli hazinemizdir eşkimiz. Senin etrinle gıdalanır bizim evimiz. Bir an bile benden uzaklarda kalma. En değerli hazinemizdir eşkimiz. Senin etrinle gıdalanır bizim evimiz. Var ol hayatımda, bir an bile benden uzaklarda kalma. En değerli hazinemizdir eşkimiz. Senin etrinle gıdalanır inan evimiz. Balalarım, Allah sizi xoşbəxt eləsin. Yarayanlardan olun. Biri biz od olanda, biri biz su olun.
Can deyin, can eşidin. Kızım Nazlı, oğlum Xəzər. Allah mübarək eləsin. Əlbəttə, hər bir atanın, ananın arzusudur ki, övladının toyunda iştirak eləsin. Sənin anana qismət olmadı bugün. Mən iştirak edirəm. O da çox istərdi ki, bu toyda iştirak eləsin. Ruhu şad olsun. Allah mübarək eləsin. Amin, amin. Xoşbəxt olun mən bunlara. İndi də lentimizi bağlayaq qızımızın belinə. Orxanla Mirzə restoranda olduqlarına görə bu işi Kamal balamıza həvalə edirik. Allah xoşbəxt eləsin. Amin. Anam bacım qız gəlin. Əl ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. Allah xoşbəxt. Ayrı düşsen de bil ki bensiz kalsam da bir gün o sevgin yaşamaz. Seninle yaşadığım hasretli bir sevgi var. Bitmiş hayat sevinci seninle kaydar. Sen hiç de gel düşünme sevdiğim o günlerden ayrı düşmüş hayal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Sen her sözümle inciyip küsen, ayrı düşen güzel. Gel üzme kalbimi. Senin eşkinle yaşadım inan. Unutmadım bir an. Sensiz ömrüm yalan. İndi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi. Allah xoşbəxt eləsin. Amin. Ağsaqqal icazə verirsə, gəlinimizi götürək aparaq. Hə, əlbəttə. Allah xoşbəxt eləsin. Amin. Allah mübarək eləsin. Qoşa qarısınlar.
Subaylar üçün, subaylar üçün. Çox sağ olun. bəxtim gətirdi. Şükür olsun Allaha. Suyumun qabağını kəsibdi. Yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa yetdi düşmənim olsun. Səni mənə versələr dünyalar mənim olsun. Yetdi oğuldan istərəm bircə dənə qız gəlin. Səni mənə versələr aparardıq biz gəlin. Yetdi oğuldan istərəm bircə dənə qız gəlin. Səni mənə versələr aparardıq biz gəlin.